Biz cümlə tamamlama mövzusunda testlərdə davam edirik. 112-ci testlə. Bundan əvvəlki testləri daha öncəki videolardan izləyə bilərsiniz. Deməli, biz nə axtarırıq? Budaq cümləsi nəqli formada olan, yəni mübtəda üstəgəl xəbər strukturunda olan cümlələr. Baxın, tolddan sonra birbaşa zət işlənməz. Setdən sonra birbaşa obyekt olmaz, ortada sözün olmalıdır. Tolddan sonra obyekt və sonra fe'l gələcəksə, bu artıq məsdər formasında olacaq. Biz bunu da kompleks obyektdən də bilirik. İkinci hardan bilirik? Biz nəqli cümləndəki, bu dırnaq içərisindəki cümlə əmr cümləsidirsə, onu dəyişərkən bu cümlənin xəbərini çevirib verirdik məsdər formada. Baxıram ki, burada artıq mübtəda yoxdur da. Burada mən budaq cümlə, mürəkkəb cümlə düzəltmədim. Mürəkkəb tamamlıq düzəltdim. Ona görə told 3-cü kateqoriyadır. Ondan sonra da to'lu fe'l gəlməlidir. C variantı düzdür. D-də to yoxdur. Y-də də ortada baxın, əgər adlıq haldığın əvəzlik gəlirsə, mən burada xəbər verməliyəm. Daha şəxssiz forma, yəni məsdər verə bilmərəm. Məsdər mənim cümləmin xəbəri olmur. Mübtəda varsa xəbər olmalıdır. Yox, bu xəbər deyilsə, bu artıq mübtəda ola bilməz, obyekt olmalıdır. Ona görə Y-də səhvdir. Gəldik suggest fe'linə. Uşaqlar, suggest fe'lində iki struktur mümkündür. Suggestdən sonra birbaşa gerund gəlməlidir, yəni ing-li fe'l. Ya da suggestdən sonra əgər mübtəda gələcəksə, baza formada olan fe'l gəlməlidir. Baza formada olan fe'l nə deməkdir? Bizim bu məsdər var ha, məsələn, to play. Buradan məsdəri atanda yerdə nə qalırsa, bu bizim əsas formamızdır, baza formamızdır. Yəni, burada nə zaman şəkilçisi var, nə şəxs şəkilçisi var, nə şəxssiz forma şəkilçisi var, heç bir şəkilçi yoxdur. Biz buna deyirik baza forma. Əgər, yenə də deyirəm, suggestdən sonra mübtəda gələcəksə, baza formada olan fe'l gəlməlidir. Bəs niyə bu baza formada olan bir fe'l gəlir? Bunun çünki önündə should var. Biz modaldan sonra necə fe'l işlədirdik? To'suz, şəkilçisiz fe'l işlədirdik, düzdürmü? İndi burada should verməsə də, bu fe'l özünü elə aparır ki, elə bil onun qabağında should var. Tamam mı? Ona görə də heç bir şəkilçi qəbul etmir. İndi gəlin, dedik ki, iki mümkün strukturumuz var, onları seçək. Suggestdən sonra məsdər olmaz, sonra məsdər olmaz, birbaşa artıq gerund gəlməlidir. Ortada heç nə olmamalıdır. Ona görə bu da səhvdir. Əgər mübtəda gələcəksə, baza forma olmalıdır, D düzdür. Suggestdən sonra birbaşa da gerund gəlməlidir. 114-ə baxıram, birbaşa gerund gəlməlidir, B düzdür. Mübtəda gələcəksə, baza forma olmalıdır, yəni go olmalıydı, artıq keçmiş zamanı dəyişə bilmərəm. Gerund birbaşa gəlməlidir. Burada da baza forma, əgər mübtəda yoxdursa gələ bilməz, birbaşa gerund gəlməlidir. 115-ə baxıram. Burada baza forma deyil, burada birbaşa gerund gəlməyibdir. Advise asdan sonra, əgər advise-la ortada obyekt varsa, burada to take olmalıydı. Yəni, məsdər olmalıydı. Advise-dan sonra birbaşa fe'l gəlirsə, artıq taking olacaqdır. Yəni, gerund olacaqdır. Y variantı düzdür. Suggest üstəgəl gerund. İndi 116-ya baxaq. Suggestdən sonra gerund gəlir. Advise birbaşa özündən sonra fe'l alırsa, bu gerund da alır. Yox, advise-ı məsdər almaq istəyirsə, burada ortada obyekt olmalıdır. Tamam mı? Düzdür, kitabınızda advise-ı ancaq obyekt üstəgəl məsdər strukturunda veribdir. Amma gedib siz internetdə də yazıb görə bilərsiniz. Başqa kitablarda varmı, yoxmu bilmirəm. İndi mən belə deyim də, Nərgiz Nəcəfi istifadə etmişəm öz abituriyentlərimdə. Orada bunu qeyd etməyibdir. Təkrar qeyd edirəm. Advise birbaşa gələcəksə fe'l gerund olacaq. Yox, advise-dan sonra obyekt varsa, yəni məsələn me varsa, burada artıq
Məstər olacaqdır. Infinitiv yəni. İndi baxaq bu struktura əsasən mənim Y variantım səhvdir. Orada obyekt yoxdur. Suggest-dən sonra məstər olmaz. Order-dan sonra məstər gəlməli idi birbaşa. Burada da B variantı düzdür. Bu feilləri nə cür, necə işlənməyini bilmək üçün gedirsiniz, şəxssiz formanı açırsınız, qoyursunuz qabağınıza. Orada hansı feilin nə cür işləndiyini əzbərləyirsiniz. Artıq burada bir xüsusi bir qayda yoxdur. Bir məntiq yoxdur. Sadəcə əzbərləməniz gərəkən qaydalar var. Əzbərləyirsiniz və tətbiq edirsiniz. Ask-dan sonra məstər gələr. Order-dan sonra məstər gələr. Bu düzdür. Suggest-dən sonra birbaşa gerund gələr. Order-dan sonra məstər gələr. Ask-dan sonra məstər gələr. B variantı düzdür. 118. Order-dan sonra məstər gələr. Ask-dan sonra məstər gələr. Warned-dan sonra məstər gəlib düzdür. Burada məstər yoxdur, səhvdir. Warned-dan sonra da yenə məstər gəlməlidir. Bu da səhvdir. 119-a baxıram. Asked. Asked-dan sonra burada görürsünüz to be-ni önə keçirdibdir. Sual strukturunda yazıb səhvdir. B düzdür. C-də to be-ni önə keçirdib. When ilə indiki bitmiş olmaz. C-də yenə köməkçini önə keçirdibdir. Səhvdir. 120. A-da köməkçini əlavə edib səhv. B. Wanted to know-dan sonra that olmaz. C-də köməkçini önə keçirdibdir. D. Düzdür. When ilə indiki bitmiş olmaz. Y. Səhvdir. Ask-dan sonra that olmaz. A-da köməkçini önə keçirdib. B-də köməkçini önə keçirdib. D. Düzdür. Y-də when-dən sonra indiki bitmiş olmaz. 122-də A düzdür. B-də köməkçini önə keçirdib. Ask-dan sonra that olmaz. D-də köməkçini önə keçirdibdir. When ilə indiki bitmiş olmaz. 123. A düzdür. When ilə indiki bitmiş olmaz. Ask-dan sonra that olmaz. D-də köməkçini önə keçirdib. Y-də köməkçini önə keçirdib. 124. A-da köməkçini önə keçirdib. B-də when ilə indiki bitmiş olmaz. Ask-dan sonra that olmaz. D variantı düzdür. Y-də həm köməkçini önə keçirdib, həm də baxın uşaqlar, dedik ki, baş cümləmin xəbəri keçmişdədirsə, mənim budaq cümləmin xəbəri indikidə ola bilməz. 125-də 1 düzdür. Çünki bu who mübtədanı əvəz edibdir, ondan sonra birbaşa xəbər gəlibdir. 2-də with whom veribsə, deməli tamamlığı əvəz edibdir. Tamamlığı əvəz edibsə, mənim xəbərim nickdən, yəni mübtədadan əvvələ keçə bilməz. C düzdür. Bax, 3 düzdür. Who verib, cümlənin sonunda da with verib. Deməli tamamlıqdan söhbət gedir. Nick mübtədadır, mübtədadan sonra da xəbər gəlibdir, düzdür. D-də to be-ni nickin önünə keçirdibdir, səhvdir. 1 və 3 düz oldu. 126-ya baxırıq. Burada görürsünüzmü? Söz önü cümlənin sonunda deyil. Deməli, bu Jack-ə aiddir. Kim Jack-ə qulaq asır? Who mənim mübtədamı əvəz edib, ondan sonra da xəbər gəlibdir, 1 düzdür. 2-yə baxsam, to whom tamamlığın sualıdır. Is, yəni Jack mübtədadır. Xəbər də mübtədanın önünə keçə bilməz mənim budaq cümləmdə. Mübtəda sonra xəbər olmalı idi. Ona görə 2 səhvdir. 3-də bu tamamlığındır. Çünki cümlənin sonunda söz önü var. Bu mübtədamdır. Mübtədadan sonra da xəbər gəlibdir. 3 də düzdür. Ancaq ki, burada who tamamlığa verilibdir. Sonda söz önü var. Jack mənim mübtədamdır. Xəbərimi də mübtədamın önünə keçirdib deyə səhvdir. 1 və 3 düzdür. 127. A düzdür. B-də əsas feili tutub mübtədanın önünə keçirdibdir. Səhv. C-də köməkçi əlavə edib. Y-də həm köməkçini önə keçirdibdir, həm də when ilə indiki bitmiş olmaz. Y-də də köməkçi feil əlavə edibdir. 128. A düzdür.
B-də when ilə indiki bitmiş olmaz. C-də köməkçi əlavə edib. Ask him sonra that askdan sonra that olmaz. Y-də köməkçi əlavə edibdir. 129 A-da köməkçi əlavə edibdir. B düzdür. C-də köməkçi önə keçib. Y-də B düz deyil uşaqlar. Mən tələsdim. Deməli biz dedik ki, əgər baş cümləmiz keçmiş zamandadırsa, mənim budağım indikidə ola bilməz. Ona görə B səhvdir. D düzdür. Y-də köməkçi əlavə edibdir. 130-a baxırıq. Suggest-dən sonra birbaşa gerund gəlməlidir. Düz. Suggest-dən sonra əgər mübtəda gəlirsə, burada baza formalı olmalıydı. Suggest-dən sonra we should go. Bəli, should işlənə də bilər, işlənməyə də bilər. Əsas odur ki, mənim feilim baza formada olsun. 3 ona görə düzdür. 4-dən sonra gerund işlənəcəkdirsə, ortada obyekt olmamalıdır. Deməli, 1 və 3 düzdür. 131-də suggest-dən sonra birbaşa gerund düzdür. We go baza forma düzdür. We should go düzdür. Deməli, 1, 2 və 5 olacaq Y variantı. Recommend də özünü suggest kimi aparır. 1 düzdür, 2 düzdür və 5 düzdür. Mübtədadan sonra baza forma. 1, 2, 5 B bəndi. I asked the assistant for a receipt. Burada variantlı test. Gəlin baxaq, bir-bir istəyək. Askdan sonra complex object to ilə işlənməli, çünki bu 3-cü kateqoriyadır. 2 səhv. Askdan sonra 3-cü to ilə işlədib, 3 düz. 4-də askdan sonra məstər verməyibdir, yəni to verməyibdir, 4 səhv. Deməli, 3 düzdür oldu. 1-də də askdan sonra baxın feil verməyibdir heç. Bu da uyğundur. 1 və 3 düzdür. Cavabım B variantı olacaq. He said that I should try harder next time. Düzə oxşuyur. He told I try harder. Baxın, baş cümləm keçmiş zamandadırsa, indiki, budaq cümləm indiki zamanda ola bilməz. Suggest-dən sonra mübtəda varsa, feilim əsas formada, yəni baza formada olmalıdır. Bu da düzdür. Suggest-dən sonra birbaşa gerund gəlməlidir. Orada da obyekt olmur. 1 və 3 düzdür. Suggest mübtəda, should go düzdür. Said to me olmalıydı. Bu səhv. Suggest promoy birbaşa gerund olmalıydı. Bu da səhv. 4 düzdür. 1 və 4 D variantı. Recommend dedik özünü suggest kimi aparır. Ona görə 1 düz. Told-dan sonra birbaşa that olmaz. Recommend-dən sonra birbaşa gerund olar. Amma ortada obyekt olmaz. 1 və 3 düzdür. Davam edirik 137 ilə. He asks to close. Məstər verib düzdür. Məstərin inkarı not to close olmalıydı. 2 səhvdir. Suggest-dən sonra məstər gəlməz. Ask me to close düzdür. 1 və 4 düz oldu. Suggest-dən sonra gerund verib düz. Mübtəda verib, baza forma verib düz. Suggest-dən sonra birbaşa gerund olmalıydı. Suggest-dən sonra məstər olmaz, gerund olmalıydı. 1 və 2 A variantı düzdür. Suggest-dən sonra birbaşa gerund gəlir. Mübtəda gəlibsə baza forma gələr, 2 düz. Order-dan sonra məstər gəlir. Recommend-dən sonra gerund gələr, düz. Suggest-dən sonra da mübtəda gəlirsə should try gələ bilər, düz. Deməli, düzgün variantım oldu 2 və 5. Amma 2 və 5 yoxdur axı. 4 də vardı, 2, 4, 5. D variantı. 140. Askdan sonra isim yoxdursa for işlənər, bu düz. İsim nəymiş? Feil yoxdursa, isim varsa for sözünü işlənir, okeydir. Askdan sonra baxın for sözünü verməyibdir, bu səhvdir. Askdan sonra isim gəlirsə for sözünüsü gələr, düzdür. Burada for sözünü verməyibdir, səhvdir. Deməli 1 və 3 düz oldu. 141-ə baxırıq. Asked me. Əgər feil gəlibsə artıq for işlətməyəcəyik. Askdan sonra gerund gəlməz, məstər gəlir. Askdan sonra isim gəlirsə for olmalıydı. Askdan sonra feil məstər formada olmalıydı.
Yox, isim gəlirsə for olmalıdır. Y düz. Deməli, askdan sonra ya məstər gəlməlidir. Feil yox, isim gəlirsə artıq for sözünün üstünə işlənməlidir. Bu qaydaya əsasən mənim Y variantım düz oldu. 142-yə baxırıq. Deməli, baş cümləm keçmişdədirsə, budağım indikidə ola bilməz. İkisini sildim. Sonra mənim zaman göstəricim today, that day olmalıdır, əgər baş cümləm keçmişdədirsə. Bunu da sildim. Yesterday-də dəyişib olmalıdır the day before. Bu düzgün variantım Y-dədir. Əgər baş cümləm keçmişdədirsə, mənim zamanım keçmişdə olmalıdır. İşarə əvəzliyim o olmalıdır, yəni bu dəyişib o olmalıdır və yaxud da today dəyişib that day olmalıdır. Zaman göstəricim dünəndə dəyişib əvvəlki gün olmalıdır. Bu qaydadır, yəni o yanı bu yanı yoxdur. 143-ə baxırıq. Told-dan sonra birbaşa that olmaz. Obyekt varsa that ola bilər. Amma baş cümləm keçmiş zamandadırsa, budağım indikidə ola bilməz. He was going away. Artıq mən zaman göstəricisini dəyişməliyəm. Tomorrow dəyişib olmalıydı the next day. Y variantı düzdür. Bu qədər uşaqlar. Bununla da biz cümlə tamamlamanın bütün testlərini yekunlaşdırdıq. Ümid edirəm sizin üçün faydalı olar. Hər hansı bir sualınız olarsa rəylərdə qeyd edə bilərsiniz. Təşəkkür edirəm.